Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Sehirbaz və Gənc Qız adlı Alman nağılını danışacağam. Bir zamanlar çox bacarıqlı bir sehirbaz vardı. İnsanları başına yığıb cürəbəcür əyləncəli sehirlər göstərirdi. Cəmaət onu maraqla seyr edir, amma bu sehirlərin necə baş verdiyini heç kəs anlamırdı. Sehirbaz papağından dovşan çıxarır, pencəyinin qolundan göyərçinlər uçurur, uşaqların qulağının arxasından qızıl pullar tökürdü. Amma bütün bunların içində ən maraqlısı xoruzla olan sehri idi. Tamaşanın sonunda səhnəyə bir xoruz çıxır və dimdiyi ilə bir dəyənək daşıyırdı. Yenə bir gün sehirbazın çıxışı bitməyə az qalmış, növbə xoruza çatanda o dimdiyində böyük dəyənəklə səhnəyə çıxaraq o baş bu başa getməyə başladı. İnsanlar ayağa qalxıb heyranlıqla onu alqışladılar. Həmin gün tamaşaçıların arasında bir gənc qız vardı. Bu qız bir səhər 4 yarpaqlı yonca tapdı. 4 yarpaqlı yonca tapanın üzünə taley gülürmüş. Eyni zamanda da ağıl və biliklərə sahib olurmuş. Bax elə o gənc qız xoruzun dimdiyində böyük çubuq deyil, sadəcə bir saman çöpü tutduğunu gördü. Ayağa qalxaraq bağırmağa başladı. Bu sehirbaz sizi aldadır. Gözlərinizi sehirləyir. Xoruzun dimdiyindəki dəyənək deyil, saman çöpüdür. Diqqətlə baxsaz, görəcəksiniz. Həqiqətən də diqqətlə baxanda hamı xoruzun dimdiyində tutduğunun dəyənək deyil, nazik saman çöpü olduğunu görə bildi. İnsanlar sehirbazı fitə tutdular. Əslində kələkbaz yox, böyük bir sənətkar olan bu sehirbaza pomidor atmağa başladılar. Usta sehirbaz səhnədən qaçmaq məcburiyyətində qaldı. Amma sehirbaz bu əhvalatı heç unutmadı. Qızdan intiqam almağa and içdi. Uzun illər gözlədi. Nəhayət bir gün qızın ərə gedəcəyini eşitdi. O gün gənc qızın toyu idi. Toya gedənlərlə birlikdə gülə-gülə yola çıxdılar. Birdən insanların qabağına bir çay çıxdı. Amma çayın üstündə nə bir körpü, nə də başqa bir keçid vardı. Gənc qız dərənin suyunun az olduğunu düşünərək paltarının ətəyini qaldırıb suya girdi. Həqiqətən də su çox dərin deyildi, amma addımladıqca su dərinləşdiyindən qız ətəyini daha yuxarı qaldırmalı olurdu. Gənc qız suyun ortasına çatanda yuxarıdan sehirbazın səsi gəldi. Sən özünü dünyanın ən ağıllı qızı bilirdin. İndi sənin ağlın hardadır? Sudaya girdiyin dərənin əslində bir yonca tarlası olduğunu görmürsənmi? Həqiqətən də nə dərə vardı, nə də daşan su. Qız birdən özünü çiçəkli bir yonca tarlasında gördü. Toy adamları gülüb qızı lağa qoyanda gənc qız çıxış yolunu qaçmaqda gördü. Çünki heç kəsin onu ələ salmağına dözə bilməzdi. Heç vaxt unutmayın ki, başqalarını gülünc vəziyyətə salanlar özləri də bir gün elə həmin vəziyyətə düşərlər. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.